Sultan Fatma Zahra ananın gizli qalan qəbrinə bütün qız gəlinlərimizi Fatma Zahra ananın hicabının altında saxlasın. Allah'a and vermişəm, Ali Əskərin boğazından tökülən nahaq qana bütün evladsızlara xeyri əməzi salih evlad payı versin. Allah'a and vermişəm, onun izzət-i calalına, bütün evsizlərə ev qismət eləsin, mənim qızım da içində, bu əfsana qızımız da onun içində. Allah'a and vermişəm, onun dərgahına, onun böylüyünə, bütün çətinlikdə olanları çətinlikdən çıxartsın. Allah sizə də kömək olsun. Sizdən bir xahişim var, mənim yetimə bir dənə iltimas duası eləyəsiniz. Allah sizə həmişə dayaq dursun, verişiniz uzun ömürlü olsun, həmişə inamsın qulluğunda qalasın. Allah'ın and vermişəm, onun izzət-i calalına, kimin orada zəhməti var, nə müşkil işləri var, Allah Teala əvvəlfəz alıyla onların müşkil işlərini həll eləsin. Nə arzukanınız var, Allah Teala sizi əzizlərinizlə, istəyənlərinizlə öz müşkil işləriniz həll olsun, həm arzukanınıza çatasın. Allah həmişə sizə dayaq olsun. Əssalamu aleyküm, rəhmətullahi və bərəkatuhu. Çox sağ olun, geciniz xeyrə qalsın. Bir iltimas duası sizdən istəyirəm. Allah sizi var eləsin inşallah. Allah ziyarətinizi ali dərəcədə qəbul eləsin. İlahi dua eləyən dilləriniz var olsun. Allah sizə can sağlığı, uzun ömür versin. Həzrəti Səyyid-i Şəhədə aleyhisselamın gözəl hərəmini görməklə gözünüz aydın olsun. İnşallah bir hacətlərinizə yetəsiz. Amin deyirəm bütün dualarınıza. Allah bütün Həzrəti İmam Əli şiyasını, Həzrəti İmam Zaman ağanın sahabəsi, nökəri, əskəri qərar versin. İnşallah heç kəs bu qapıdan əli boş getməsin. Sağ olun, var olun. İnşallah hər axşam səsiniz Kərbəladan eşidilsin. Buyurun, səsiniz Kərbəlada. Akşamınız Hüseyin qardaş, nətərsiniz? Təşəkkür edirəm. Sizin də axşamınız xeyir olsun, bayramınız mübarək olsun inşallah. Buyurun, eşidirik sizi. Sizlə bağım. Mən salam göndərim yüzümdən peyğəmbərlərə. Peyğəmbər onun pak əhl-i beytinə salam göndərirəm. 12 imamlarımıza salam göndərirəm. 14 məsumlara salam göndərirəm. İmam Hüseyin Ağaya salam göndərirəm. Kərbala şəhidlərinə, Kərbala əsirlərinə salam göndərirəm. Salamı göndərirəm. Xanım Zəhraya salam göndərirəm, Ümbülbəniyə salam göndərirəm, xanım Zeynəbə salam göndərirəm, salam göndərirəm, xanım Rüqəyiyə salam göndərirəm, Peyğəmbərin özünə salam göndərirəm, ağam Əbəlfəzl Abbasa salam göndərirəm. Bu gün İslamın günəşi olan İmam Zaman Əleyhisselamın mövludu gündür. Bu münasibətlər, bütün əhl-i beyt aşiqlərini, müsəlmanları, Peyğəmbərin hamısına təbrik göndərirəm. Xanım İmam Həsən Əskəriyə təbriklərimi göndərirəm. Salam göndərirəm. Nərgiz xanıma salam təbriklərimi göndərirəm. Bir daha da bütün nə qədər ki bizi dinləyənlər var, onların hamısının bayramını təbrik edirəm. Hüseyin qardaş, sizin də, sizin kollektiviniz də bayramınızı təbrik edirəm. Allah sizi İmam Zaman ağanın nökərlərindən qərar versin. Allah tezliklə İmam Zaman ağanın zuhurunu təcil eləsin. Amin. İnşallah bir daha bayramınız mübarək olsun. Sağ olun, var olun. Allah sizdən razı olsun inşallah. Allah ziyarətinizi qəbul eləsin. Bütün dualarınıza amin deyirəm Kərbəlayı Muəlladan. İnşallah qəlbinizdəki muradınıza yetəsiz. Duacıyam Kərbəladan. İnşallah ki təkrar İmam Hüseyin əleyhisselama, Ağa Əbəlfəz, Babel Havacə zəvvar olasınız. Allah sizə kömək eləsin. İmam Hüseynin izzətinə, hürmətinə, qeyrətinə xatir. İnşallah heç kəs bu qapıdan əli boş getməsin. Sağ olun, var olun. İnşallah hər axşam səsiniz Kərbəladan eşidilsin. Səsiniz. Buyurun, səsiniz Kərbəlada. Allahın salamı olsun sizlərə. Aleyküm Allahın assalam. salamı olsun sizlərə. Əziz müminlər, bugün aləmin nuru olan İmam Zaman ağanın Mevlud gününü qeyd edirik. Allahdan diləyirik ki, bizi onun həqiqi şiirlərindən qərar versin. Zührünü təzəşirsin. İlahi amin. Bu
mübarək gün hamımıza xeyir, bərəkət gətirsin. Amin. Amin, bayramınız mübarək. Allah razı olsun. Allah sizden razı olsun inşallah. Ehsent. Maşallah. Allah sizi ehl-i beytten ayrı salmasın. Allah sizi akıbet bir xeyr eləsin. Bu aziz günün hürmetine xatir. Allah Teala sizi İmam Hüseyin'in xadiminden eksik etmesin. Hoş olsun saadetinize. İmam Hüseyin aleyhisselamın yaverlerinden siz. Rabbim tezlikle Kerbela ziyareti sizlere nasip eləsin. İnşallah arzu diləkləriz hayata keçsin. Sağ olun, var olun inşallah. Her akşam sesiniz Kerbela'dan eşidilsin. إلهي عظم البلاء وبرح الخفا وانكشف الغطاء وانقطع الرجاء وضاقت الأرض ومنعت السماء وأنت مستعان وإليك المشتكى وعليك مؤول في شدة والرخاء اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحق فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب يا محمد يا علي يا علي يا محمد اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجلة العجلة العجل يا أرحم الراحمين بحق محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. يا أبا عبد الله يا حسين بن علي أيها الشهيد يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع لنا عند الله. Aziz hörmətli izləyicilər, aziz İmam Hüseyin əleyhissalam zəvvarları, aşıqları, verilişimiz başa çatdı. Allahın izni ilə hər axşam bu saatda Kərbəlada görüşmək ümidi ilə. Hər zaman Allahın amanında olasınız. Allahümmə əccil li vəliyyəkəl fərəc. Allahümmə əccil li vəliyyəkəl fərəc. Allahümmə əccil li vəliyyəkəl fərəc. İltimas dua ya Ali. Mm.